Bismillahirrahmanirrahim. Salam əziz Qiyam televiziya izləyiciləri. Bizim bugünkü sualımız bundan ibarətdir. Evdə hadisə zamanı ata və ana nə etməlidir? Çox vaxt valideynlər uşağı yaralı və qan içində görəndə qorxuya düşüb başlarını itirirlər. Valideyn bilməlidir ki, belə hərəkətlər doğrudan da məntiqli deyildir. Axı uşaq həmin an qorxmuş olur. Siz bu zaman soyuqqanlı olmalı və vəziyyəti nəzərdən keçirərək lazımi tədbirlər görməlisiniz. Əgər təcili yardım çağırmaq lazımdırsa, həmin işi görməlisiniz. Yox, əgər özünüz uşağı həkimə aparmaq istəsəniz, bu da çox doğru bir fikirdir. Uşağa toxtaqlıq verin, amma ona yalan ümid də verməyin. O bilməlidir ki, onun halı qeyri-adidir, amma keçib gedəcək. Hadisə zamanı uşağa ilk yardım. Əgər uşaq hər hansı bir hadisə səbəbilə huşunu itiribsə, onu ehmalca avtomobilə qoyub xəstəxanaya çatdıra bilərsiniz. O vaxta kimi çalışın ki, tənəffüsü onun üçün asanlaşdırasınız. Məsələn, çənəsini aşağı çəksəniz, ağzı açılacaq və o rahat nəfəs alacaqdır. Əgər onun dili qatlanıb ağzından köpük və ya qan gəlirsə, dilini çölə çıxarıb ağzının qanını qurulaya bilərsiniz. Bir çox uşaqlar hadisə zamanı gic olmaya məruz qalırlar. Siz həkim gələnə qədər uşağa ilk yardım göstərə bilərsiniz. Həmin anda onun dili boğazına gedə bilər. Siz onun dilini boğazından etdikdən sonra hər hansı bir əşyaya parça dolayın və onun qabaq dişlərinin arasına salın ki, dilini dişləməsin. Əgər uşağın rəngi yaxşıdırsa, deməli tənəffüs yolları açıqdır və rahat nəfəs alır. Yox, əgər dırnaqları və dodaqlarının rəngi göyəribdirsə, deməli tənəffüs yolu bağlıdır. Əlinizlə onun ağzını yoxlaya bilərsiniz. Belə ki, barmağınızı boğazına salıb yoxlaya bilərsiniz ki, boğazında hər hansı bir cisim varsa, yoxsa yox. Bəzən ağız suyu da tənəffüs yolunu tutur. Tez-tez onun ağzına dəsmal salıb ağız suyunu qurulaya bilərsiniz ki, tənəffüs yolunu tutmasın. Süni nəfəs. Əgər yuxarıda dediklərimizdən sonra yenə də tənəffüs yolları açılmazsa, onda körpəyə süni nəfəs vermək lazımdır. Belə ki, əvvəl uşağın baxın ki, köpüyü varmı? Varsa onu təmizlədikdən sonra hər dəqiqədə 12-15 dəfə öz ağzınızdan ona nəfəs doldurun. Əlbəttə, hər dəfə onun ağzına hava üfürdükdə uşağın burnunu iki barmağınızla tutmalısınız. Sizin dodaqlarınız uşağın ağzını tamamilə əhatə etməlidir. Süni nəfəs zamanı onun boğazını yuxarı qaldırmağı unutmayın. Əgər uşağın dodaqlarının rəngi özünə qayıdarsa, deməli süni nəfəs vermə düzgün olaraq yerinə yetirilmişdir. Zədə almış uşağa qulluq. Danışmağı bacarmayan uşaqlar adətən çıxmış və ya sınmış yerlərinin harada olduğunu sizə başa sala bilmirlər. Siz gərək onun ayaqlarını və əllərini yoxlayasınız və zədə almış hissəni tapasınız. Əgər onun əli və ayağı tərpənmirsə, deməli zədə alan hissə elə həmin yerdir. Siz həmin yeri hərəkətsiz saxlamalısınız. Belə ki, həmin hissəyə karton və ya çubuq qoyub sarmaqla onun düz və hərəkətsiz olmasına şərait yarada bilərsiniz. Əgər yerindən əsla tərpənə bilmirsə, siz onu tərpətməməlisiniz. Qoyun uzandığı yerdə qalsın və siz tez həkim çağırın.